Baxın, bax, yaxşı bir yerə toxundu, söz ehtiyatının artırılması ilə bağlı. Bunu məndən dəfələrlə soruşurlar və bu bazara atılmış bir sözdür. İnsanın 10.000 deyək ki, söz ehtiyatı var. Onun söz ehtiyatı azdır deyə bilərikmi? O əlindəki bu sözlərdən nə qədər istifadə edir? Bax, problem gedib o sürətlə onu beynindən götürmək. Problem oradadır. Buna mən deyirəm fikir kombinasiyalarının düzgün qurulması. İnsanlar fikir kombinasiyalarını düzgün qurmurlar. Yəni, düşünür ki, tutalım, deyəcək ki, bugün özümü yaxşı hiss edirəm, hava çox yaxşıdır və bugün bir çox yerlərə səyahət eləmək, gəzmək, görmək istəyirəm. Tutalım, bu cümləni yan-yana işlətmək üçün bizim əlahiddə söz bazasına ehtiyacımız yoxdur. Amma insanlar hətta bu cümlələri quranda da əziyyət çəkirlər. Deməli, fikir kombinasiyaları düzgün qurulmur. Çalışın, bax buna əhəmiyyət verin. Götürün bir məzmunlu hekayə, fərqi yoxdur. Kiçik olsun, böyük olsun. Oxuyun və sonra onu öz-özünüzə daha akademik cümlələrlə, daha çətin və səris cümlələrlə deməyə çalışın. Və bir də görəcəksiniz ki, bu məşqlər sizin diksiyanızı, danışığınızı, söz ehtiyatınızı çox yaxşılaşdırır və mütləq özünüzü kameraya çəkin. Mən həmişə hamıya tövsiyə edirəm. Kameraya çəkəndə biz bir çox şeyləri görürük. Əl hərəkətlərinə baxırıq, danışığımıza baxırıq, gözlərimizin hətta hərəkətinə, mimikalarımıza, buna belə nəzarət edirik. Yəni, bu məsələdə fikir kombinasiyalarının qurulmasında onun kamerayla müşahidə olması çox vacibdir. Bax, belə siz kombinasiyalar quraraq söz ehtiyatınızı artıracaqsınız və mütləq bir də bilmədiyiniz sözləri, terminləri, bizim terminlər lüğətimiz var, onlardan istifadə edərək öyrənə bilərsiniz.